Şadlinski, Əli Nağıyev, Vilayət Eyvazov bunlar sənin torbavı tikdi. Torbavı tikdi, indi isə get, peysərə at, dincəl Deməli, və izlə. Əli Nağıyev, deməli, əvvəllər bilməyənlər üçün bir xırda açıqlama verim. Çünki Əli Nağıyev mənim düşmənimdir. Yenə deyirəm, mübarizə söhbəti yoxdur, düşmənçilik var. Əli Nağıyev əvvəl MT-nin işçisi olubdur. Orada göstərdiyi rüşvət, aldığı rüşvətə görə, uğraşdığa görə Əli Nağıyevi MT-dən qovublar. Sonra Əli Nağıyev gəlibdir, korrupsiya idarəsində Kamran Əliyevin, o Pəltək var, arvadı cırıq. Kamran Əliyev baş prokurordur indi. Korrupsiya generalı olanda gəlib Kamran Əliyevin yanında mavin olub, pul yığanı olubdur. Mən bunları yenə deyirəm, düşmənimdir deyən araşdırmışam. Mən Kamran Əliyevin qəbulunda olanda Kamran Əliyev məni 3 dənə prokurorun yanında sənədlərimə baxdı, maliyyə araşı, kassa mədaxil seçim və dedi ki, vətəndaş haqlıdır. Gedin məsələni həll edin. Amma orada Əli Nağıyev yox idi. Sonradan bu oğraş, anasının adına qəhvəxana, otel açan Əli Nağıyev öz yerlisi İbrahim Nehrəmlidən rüşvəti aldı, söhbəti vurdu. Sonra nə baş verir? Bu Əli Nağıyev yaxşı rüşvət yığır, korrupsiya idarəsinə, qarşı mübarizə idarəsindən rüşvəti o qədər yığdı ki, həmin rüşvəti verdi Bəylər Əyyubova, Bəylər Əyyubov təyin elətdirib, onu biləsiniz ora. İlhamlıq deyil, yəni o Bəylər Əyyubovun kadrıdır. Bəylər Əyyubova yaxşı rüşvətini verdi, keçdi oldu DTX rəisi və korrupsiyada and olsun Allaha deyirəm, yalan deyirəmsə şərəfsizəm. Korrupsiya dairəsində Kamran Əliyevin mavini olandan həm Kamran Əliyevin rüşvətini verirdi, həm də arvadını qayırıb. And ol Allaha, bu ölkə belədir, qəhvəxanadır. Mavini Əli Nağıyev, Kamran Əliyevin arvadını qayırıb. Bu gün də elədir. İndi Kamran Əliyev olubdur baş prokuror, Əli Nağıyev olubdur DTX rəisi. Bunlar belə qəhvədilər, bunlar belə cındırdılar. Bir-birinin arvadını qayırsın. Yenə deyirəm, sənə halaldır ki, arvadlarını qayıran görmüşdük. Baldızını qayıran Rafu görmüşdük. Amma qəhbəsini, bax bu qəhbəsini, Alyona verən ki, nədir, Verəngülova. Amma qəhbəsini prezident ailəsinə gəlin itələyən görməmişdik. Halal olsun Azər Əliyevə. Allah'ın da olsun. Sevil Əliyeva o qisasını çıxdı da, onu ölkədən qoylamışdılar. Bu da belə qisasını çıxdı ki, oğlum, gəl qəhbəvi verək İlhama, məzələnə yollarından. Bunlar belədir. Allah'ın da olsun, valla. Qisasdır da, o da mübarizədir, o da qisasdır. Sevil Əliyeva, bütün Azərbaycan bilir ki, Mehriban Əliyeva ölkəyə buraxmır. Onun da kontaktı elə Bəylər Əyyubov üzərindəndir. Yəni Bəylər Əyyubovla Əli Nağıyev İlhamın ağzına verdi. Biz eləmədik. Bu bütün rəhbərliklərin başında. Bunun da davamı olacaq. İlham Əliyev yenə də oturub düşünməlidir. Fikir verir, ata yaşında kişiyə qoşulub bir viskiyə çıxan şeydi bu. Şortuydu. Bir viskiyə, bir pivə. Atası yaşında. Əlbəttə ki, o heç. Atası yaşında qoşulub indi gedib Bala Heydəri. Qoy indi mən sənə sual verim. Səncə, biz bu vəziyyətdə Bala Heydərə yazığımız gəlməlidir bizim? Yox, mənim gəlmir yazıq. Əlbəttə ki, mənim niyə yazığım gəlməlidir? Dədəsi onu fikirləşmirsə, yazığı gəlmirsə bu Bala Heydər, mənim niyə yazığım gəlməlidir? Onu yazıq ilanmırsın. Əskəri vaxtı sən yaydın ki, Fransada kef eləyirdi. Daşşağına doluyublar bizi. Bala Heydərin sənə mənə yazığı gəlir ki, mənim ona yazığım gəlsin. Allah'ın da olsun, vəziyyət dəyişsə elə gənclikdəki villalarında Bala Heydər gətirsəydi, Alyonanı mən də düzəldərdim. Niyə də yox? Hamıya verir, bizə də versin də. Biz özgə deyirik ki, biz də Azərbaycanlıyıq da. Deməli, Eşad, sənin sözlərin tam sübut olundu ki, bunlar bir-birinin arvadlarını, gəlinlərini, bax belə o sistem belə qurulub da. Yəni bir-birindən asılı, bir-birindən qorxurlar, şantaj. Bu oyundan çıxmaq yoxdur. Bu oyundan sən təmiz çıxanmarsan. Çünki hamı poxun içindədir və ona görə də hakimiyyətdə olanlar hamısı görmüsən qudalar hakimiyyəti. Bir-birinə qıtırıq verirlər, bir-birinə peysər oğullarını eləyirlər. Yəni hakimiyyətdə qıraq adam yoxdur. Ancaq qəhbələr, peysərlər, qudalar hakimiyyətidir. Bu da örnəkdir də. İlham Əliyev Azərbaycan xalqına doğrudan da böyük nümunə oldu. Məman, sənin bilirəm işlərin çoxdur. Sənə çox suallar verib saatlarla danışa bilərəm. Amma bu həftə bütün izləyicilərə anons verirəm. Serialın 3-cü hissəsi olacaq.